Salam dünyanın arkadaşlarlıkı görünmələr, hazır vaxtlar xeyirlik olsun. Mənim ismim Muzaffer. Bugünkü temamız olsa Mülk Fondu. Mülk Fondu deyilimiz bir dövlətdən kəlgüsü bolğan məbləği və şu dövlətdən pulunu qoğdab qilishdiki ən yaxşı amillardan birisi. Nurg'ulg'an dövlətlərdən özlerindən bir xil Mülk Fondu mövcud. Mülk Fondu iki xil buldu. Birincisi, Arab dövlətləri oxşaş yerastı baylıqlarından nəhayət mol buluşu və bu baylıqlarını bütünlüy setib qaçırıb etmək yoki xalqığa bölüb vermək Mülk Fonduga yığıb qoyuşı. Bunu ən yaxşı icra qilgan dövlət olsa Norvegiya. Şimal dengizdən çıxan neft və qazlarından kirimlərini Mülk Fonduga yığış. Ularına məqsədi bolsa, bu yer astıdan çıxan bütün baylıqlarını hazır işiltib evlatlarımız kambag'allaşib ketadi. Şuna bu baylıqlardan bir qismini bir fondunun başquruşuğa ötküzüb berəyli. Bu fonda dövlət tərəfindən nazaret qılınğan şəxsi bir organ bolsun. Ular biz vakalətdən tijab qalsın və gəlgən kirimlər arqılıq məbləğ salsın. Kəlgüsüdə xalqımız qeyrğanda yaşanğanlardan kütünüş çıxımlarını bu yerdən təminləyli və kəlgüsü evlatlarga tijab qoyuş. İkinci xil olsa Singapur, Malaysiya degəndək dövlətlərinin köp miqdarda ticarət kirimi mövcud. Import qılınğan məhsullardan eksport qılınğan məhsulları nəhayət köp. Yəni tişidən ağa məhsullardan tişiği satqan məhsulları köp. Ularmı oxşar şəkildə tapqan pullarının məlum bir qismini Mülk Fonduga yığıb qoydu. Çünki ticaret her vaqt yaxşı olub getməydi. Hazırki oxşaş virus məzgillərdə ticarətlərdən ən naçarlaşqan vaxtları. Bu xil ağır günlərdə xalqığa və kiçik ticarətçilərə Mülk Fondudan azraq pul çıxırıb dəstəkli bola alaydı. Türkiye dövlətinin Mülk Fondu olsa 2016 yılı 8. ayda qurulğan. Dövlətlər kəlgüs 10 yıl, 20 yıl, 50 yılını oylab durub bir Mülk Fondu qurub çıxdı. Mülk Fondunu ən addi qılıb etqinimizdə bir dövlətdən bir yıllıq bütün işləb çıxırış və ticarətlərdən tapqan puludan bütün çıxımlarını çıxırıb etkəndən keyin qalğan pulunun məlum bir qismini yığıb saxlaş və bu pul arqılıq yeni məbləğlər silib mülkdən qiymətini qoğdaş və köpəytiş. Undaq olsa Mülk Fondunu ən yaxşı icra qılatqan Norvegiya qanda bay oldu, bunu görüb çıxaylı. Hazır ekranda görünənlər Mülk Fondunu ən müvəffəqiyyətli şəkildə icra qılıbatqan 1990 yılı qurulğan Norvegiya Mülk Fondu. Əmdi sizlərə bu fondunu başdan axırıqca tunuşdurub çıxay. Norvegiya doğrusunda ən avval bilişimiz gerek bolğan nüfusu 5 milyon 300 min. Norvegiya doğrusunda umumi uçurlarını görgən vaxtımızda ən çox özgürəş 1960 yılları çıxan neftdən bolğan. 1980 yıllardan başlap ham neft sübütüdə pişiqlab işləşkəyə başladı. 2013 yılının xəbəri qarğanımızda oxşaşdan hazırmı, yəni yeni neft və qaz baylıqları bayqılıvatıdı. Norvegiya bu neft və qazlarını nəhayət ehtiyatcan şəkildə çıxıraylı. Tuyuqsuzlam dövlət bay bulub getmişsən, xalq bərabər və adalətli şəkildə işləsin, kəlgisiga məbləğ salaylı degan. Norvegiya faqat neftlam çıxarmadı, özlərinin dövlətlik neft işləb çıxırış şirkətini qurub çıxdı. Neft izləş və çıxırış xidmətinin ən az %50 qismini özünün şirkətinə tapşırıb verdi. Yəni bütünlüy çətel şirkətlərə taşlab vermədi. Və oxşaşlam özünün dövlətində neft çıxarğan çətel şirkətlərə 178% bac aldı. 1990 yılları Norvegiya iki çoğun qarar aldı. Birincisi neft kirimi gündən güngə eşitməndi və nəhayət yaxşı pul tapdı. Bu tapqan pullarını bir fonduğa yığışını qarar qıldı. İkincisi neft bahası toxtumay özgürəb duratdı. Faqat neft setişqa bağlanıb qilishdi və keyin ziyan tartışdan aldığını eliş üçün fondni qurub çıxdı və nurg'ulg'an dövlətlərə məbləğ saldı. Əmdi Norvegiyanın ticari əhvalını görüb çıxaylı. 106 milyar dollarlıq eksportu var. Yəni çətelgə 106 milyar dollarlıq bir məhsulat satıdı, mal satıdı deydi. 84 milyar dollarlıq importu var. Yəni çəteldən 84 milyar dollarlıq mal aldı deydi. Bu ikisini çıxırırsak 22 milyar dollarlıq sap paycısı var. Əmsə nim satıdığalıqını görüb çıxaylı. Birinci çoğun setiş olsa xam neft və neft qazı. İkinci çoğun setiş olsa biliq məhsulatları və başqa sahalarda mı işləb çıxırışları mövcud. Dünyadakı xam neft setişində Norvegiya 3,5 orunu egələydi. Qaz işləb çıxırıb setişli olsa %11 bilən dünyada birinci. Norvegiya bu tapqan pullarından bir qismini Norges Bankası, yəni Norvegiya Bankasının fondusuğa yığdı. Kəlgüsü evlatlarga pul yığıb qoydu və 1 trilyon dollarga yaxın pul var. Xalq hər vaxt kirib görələydi. Xalqqa uçuq bir torbət. Hazır mən kirib görəlgəndək. Neftdən gəlgən, ticarətlərdən gəlgən, qazdan gəlgən pullardan bir qismini bu Mülk Fonduğa yığdı.
Bu fonduğa yığılgan pul bilan dunyodagi 70 dan ko'p davlatdagi 9 mingdan ko'p shirkatlarga mablag' soldi. Masalan, Microsoft, Almi şirketi degandek. Asosliqi bu shirkatlarning pay cheklariga mablag' soldi. Norvegiya Mulk fondi Turkiyaga 803 million dollarlik mablag' solgan. Turkiyadagi Aygaz, Kardemir, Tüpraş degandek cho'ng shirkatlarning pay cheklari orasida. Bu yerda yig'ilgan pullarni xalqqa nihoyatda adil shaklda bo'lib berishga tirishadi. Masalan, Norvegiyada bir inson kitob yozgan bo'lsa yoki kitob yozayotgan bo'lsa, bu insonga maosh bog'lab berdi. Yozgan kitobi setilsin yoki setilmasin. Kichik bolalarga va o'quvchilarga nihoyatda yuqori ma'rif tarbiyasi sunadi. Yana bir paramonlik bo'lsa, jinoyatchilarning jamiyatga qaytish projesi nihoyatda muvaffaqiyatli. Mulk fondi yana bir naslning yaxshi turmush kechirishini kapolatga ega qildi. Davlatning mangulik boy bo'lishini kapolatga qildi. Bu videomizda Mulk fondining nima ekanligini texmo bilan tushunib oldik va bilib oldik va Norvegiya to'g'risida nurg'unlagan yangi bilgilarga erishgan bo'ldik. Yoqtirgan bo'lsangiz atrofingizga tanishlaringizga tarqatib qo'ygansiz. Birlikda bilim o'rganaylik va birlikda kuchlanaylik.